Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir olsun əziz televiziya tamaşaçıları. Hər birinizi İslam tarixi və təhlillər verilişinin növbəti sayında xoş gördük. Əziz televiziya tamaşaçıları, əgər yadınızda olsa, biz axırıncı verilişimizdə Leylətül-Məbit haqqında çox geniş müzakirələr və təhlillər apardıq. O cümlədən Peyğəmbərin Sur mağarasına gedişini və Peyğəmbərin arxasıca, izicə gedib Peyğəmbəri tapmaq istədikləri barəsində uzun müzakirələr apardıq. Bu verilişimizdə bu hadisədən sonra nə oldu və Peyğəmbər neçə gün Sur mağarasında qaldı və bundan sonra nə hadisələr baş verdi, bu barədə söhbət eləyəcəyik. Mövzumuza əlaqədar həmişəki qonağımız İslam tarixi üzrə fəlsəfə doktoru Rafael Hüseynovdur. Salam Rafael müəllim, bir daha sizi xoş gördük. Aleyküm salam. Mən də Şamil müəllim həm sizi, həm dəyərli tamaşaçıları bu verilişdən salamlayıram. Aleyküm salam. Ümid edirəm ki, verilişimiz tamaşaçıların xoşuna gəlsin. İnşallah. Rafael müəllim, əgər yadınızda olsa bir xatırlatma kimi deyirəm. Keçən verilişimizdə biz Leylətül-Məbit haqqında çox söhbət elədik. Peyğəmbərin Məkkədən çıxışı və əks istiqamətə, Yəsrib yox, bəlkə Yəmən istiqamətinə Sur dağının Sur mağarasına getməsini söhbət elədik. O cümlədən müşriklərin Peyğəmbərin izinə düşüb onu tapıb, hətta öldürməkləri barəsində də söhbət elədik. Lakin Allahın bir möcüzəsi ilə bu iz itdi ki, Sur mağarasının girişində hörümçək tor bağlamışdı, quş yuva qurub yumurtlamışdı və bu yolla bu Peyğəmbərin izinə düşənlərin izi və fikri dağıldı. Bundan sonra nə baş verdi? Peyğəmbər neçə gün mağarada qaldı? Yəsrib istiqamətinə hansı vaxtdan yola düşdü? Bu barədə bizə söhbət eləyərsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillah. Və sallallahu ala seyyidina Muhammedin və alihi təyyibinə tahirin. Bəli, bu məsələnin bir sıra xırdalıqları da qalmışdı ki, inşallah bu verilişdə onlara da toxunacağıq və bundan sonra baş verən hadisələr. Peyğəmbərimiz qeyd elədim ki, məqsədi Yəsrib idi, amma istiqamətin ayrı yoldan salmışdı ki, bir növ Qureyşi azdırsın, Qureyş tez tapa bilməsinlər, amma bununla belə Qureyş çox çalışdı, məxsus adamlar tapdılar, gətirdilər, iz tanıyan adamlar, onları işə saldılar, elan elədilər ümumi şəhərdə ki, hər kim Peyğəmbərin yerindəsə, xəbər versə, lazım deyil tutub gətirsin, xəbər versin bizə ki, hardadır. 100 dəvə verəcək. 100 dəvə muştuluq verəcəklər ona. Belə və müxtəlif dəstə-dəstə qruplar göndərdilər, şəhərin ətrafına, yolları kəssinlər, Peyğəmbəri tapsınlar. Amma Allahın bu möcüzəsidir, Peyğəmbəri tapırlar, amma görmürlər. Necə ki, Peyğəmbər onların yanından keçir, gedir, Peyğəmbəri görmürlərdi. Bundan sonra bu müddətdə ki, Peyğəmbərimiz Sur mağarasındaydı, təbii ki, Peyğəmbər bir sıra qabaqlayıcı tədbirlər də görmüşdü. Yəni, 3 gün mağarada qalıb çıxmayasan, bunun yeməyi, içməyi. Peyğəmbərimiz Əbu Bəkirlə ki, bu mağaradaydı, qabaqcadan Əli əleyhissalama, bir rivayətdə var Əli əleyhissalama, amma İbn-i Hişam deyir ki, Əbu Bəkirin oğlu. Əbu Bəkirin oğlu, Abdullah ibn Əbu Bəkir, onun çobanı Amir ibn Fuheyrə, bir də Əbu Bəkirin qızı Əsma Zatun Nitaqeyn. Bir də Əsma. Bunlar gəlirlərdi, Peyğəmbərə və atalarına baş çəkirlərdi, yemək gətirirlərdi və Əbu Bəkirin çobanı da Əbu Bəkirin qoyunlarını həmən izlə ki, bu oğlu, qızı gəlirdi atalarına, Peyğəmbərə baş çəksinlər, yemək, qida gətirsinlər. O da sürünü həmən yoldan apardı, izi itirsin. İzi itirsin, bəli. O izlə şübhələnməsinlər. Doğru. Və Peyğəmbərimiz tapşırdı ki, 3 dənə dəvə alıb gətirsinlər. Bəli. Bir çox hədis qaynaqlarında, rivayətlərdə var ki, Əli əleyhissalama tapşırmışdım onu, amma İbn-i Hişam yazır ki,
Əbu Bəkir bu işi gördü. 3 dənə dəvə alıb gətirmişdilər və 3 gün mağarada qalandan sonra demək ki, Rəbiül Əvvəl ayının 1-ci günü mağaraya girdilər. Rəbiül Əvvəl ayının 4-cü gecəsində, 4-cü günün gecəsində mağaradan çıxdılar. 3 dənə dəvə gətirmişdilər və bir nəfər də yol görsədən adam tapıb gətirmişdilər. Bələdçi. Bələdçi, bəli. Müşrik idi, Əbdullah ibn Ureyqit deyili. Bunu da gətirmişlər ki, yolu görsətsin və yaxın yollardan. Çünki artıq Məkkənin əks istiqamətinə ki, getmişdilər Mədinəyə olan yoldan. O yolu tapmaq da biraz çətin idi. İstəyirlər tez yollarla və münasib yollarla Məkkəni tərk eləsin. Məkkəni tərk edib Mədinəyə çatsınlar. Doğru. Və o zamanda da yol bələdçisi olmaq çox mühüm məsələ idi. Məsələn, biz görürük ki, bəzi vaxtda yolları çox adamlar itirib həlak olurlardı. Və Məkkə ilə Mədinənin arası da təqribən 450-500 kilometr yoldur. Adətən 10 günlük, ən azı 10 günlük yoldur. Piyada deyəndə yəni o zamanın miniləri ilə. Mini dəvi idi, at idi də. Xüsusən ərəblərdəki dəvi idi, at da o qədər. Bəli. Əlbəttə o yollara dəvə münasib idi. Yalnız İmam Hüseyn əleyhissalam bu yolu 5 günə gedib. O da səbəbləri vardı ki, artıq burada yeri deyil, ona işarə edim. Tələsik vəziyyətdə dayanmadan hərəkət edib və 5 günə gedib. Amma normal 10 günlük yol idi. Karvanlar 10 günə gedirlərdi bu yolu. Bu şəxslərin hamısı Peyğəmbərlə həmsəfər olmadı. Məsələn, Əbu Bəkirin qızı, çobanı, oğlu. Bunlardan yalnız həmən o bələdçi, Əbdullah ibn Ureyqit, Əbu Bəkir, bir də əziz Peyğəmbərimiz hərəsi bir dəvəyə mindilər, yola düşdülər. Yazırlar ki, Peyğəmbərimiz dəvəyə minməmişdən öncə dəvənin pulunu ödədi, sonra mindi. Qəbul eləmirdi minsin. Dedi ki, mən əvvəl gəlib dəvənin pulunu verəm. İmam Əli əleyhissalam qaldı Məkkə şəhərində. Peyğəmbərimiz İmam Əli əleyhissalama tapşırıq vermişdi ki, bir sıra əmanətlər var, onları sahiblərinə çatdırıcınan. Peyğəmbərin bir sıra göstərişləri vardı, xüsusilə o əmanətləri sahiblərinə çatdırmalı idi. Ondan sonra demişdi ki, mənim qızımı da götürərsən və ailəmi də götürərsən. Həzrət Zəhra salamü əleyhə gətirərsən Mədinəyə, mən səni gözləyəcəyim. Yəsribə. Deməli, yola düşdülər və bu yol da, qeyd edelim, 10 günlük yol, təbii ki, bunun dayanacaqları var, müxtəlif hadisələr var və yazırlar ki, burada 22 dənə məntəqənin adını sayırlar ki, adətən Məkkədən çıxıb Mədinəyə gedənlər bu dayanacaqlarda dayanıb istirahət eləyirlərdi. İstirahət mərkəzləri. Bəli, istirahət yerləri. Demək, məsələn, Məkkənin aşağısıdır, Usfandır, Əməcdir, Qudeyddir, Hərrardır. Mən hamısını saymıram və sonuncusu Qubadır. Yəni karvansara olub buralıq. Karvansara kimi bir şeydə, yəni karvanlar orada dayanıb istirahət edirlərmiş. Şimdi adətən belə bir yerdədir, məsələn, ağac, kölgə, su olurmuş. Demək, Peyğəmbərimiz yola düşür və bu Əbu Bəkir olur, Əbdullah ibn Ureyqit və əziz Peyğəmbərimiz yola düşəndən sonra bir müddət gedirlər və bəzi hadisələr də yolda baş verir. Məsələn, bəzi möcüzələr, bəzi hadisələr, o cümlədən, məsələn, Qudeyd məntəqəsinə gəlib çatanda, orada ki, Peyğəmbər istəyir ki, istirahət eləsin. Bu Qudeyd məntəqəsində bir kişi, bir qadın, bir ailə yaşayırlar və işlərdə çobançılıq olur. Kişi qoyunları aparıb otarmağa, qadın qalıb xeymədə. Qadının adı Ümmü Məbəd Xuzaidir. Peyğəmbər gəlir ora, deyir ki, sizin bir sudan, çaydan, nə bilim, belə bir şeyiniz var. Deyir ki, ya Rasulallah, heç nəyimiz yoxdur, yəni elə özümüz də gücdən dolanırıq. Müsəlman olmuşdu onlar da? Xeyr, müsəlman olmamışdılar. Peyğəmbər görür ki, bir dənə qoyundur, qalıb xeymənin qırağında. Deyir ki, bu qoyunun sütü var. Deyir ki, bu qoyun elə bir vəziyyətdədir ki, yol yeriyə bilmir. Onun sütü harada olsun? O sürüdən qalmış bir qoyundur ki, qocalmış bir qoyun. Bəli, necə deyərlər, taqəti yoxdur yol yerisin.
Peyğəmbər deyir ki, icazə versiniz mən onu sağım. Deyir ki, əgər sudu gəlirsə sağ. Peyğəmbər onu sağır. Əvvəlcə belə bir dua eləyir Peyğəmbərimiz. Duası belədir. Allahümmə barik ləha fi şatiha. İlahi, bunlara bərəkət ver o qoyunlarından. Peyğəmbər qoyunu sağır. Bir qab süd olur. Əvvəl verir o Ümmü Məbədə. Sonra Peyğəmbərin yanındakı yoldaşları da o süddən içirlər. Sonra bir qab da qoyundan sağır, qoyur evə. O Ümmü Məbədin yanında. Bərəkətli olur. Bərəkətli olur. Ümumiyyətlə, Peyğəmbərimiz hər yerə gedirdi, körpəliyindən ayağı bərəkətli idi. Allah bərəkət verirdi. Sonra Ümmü Məbədin əri gəlir, soruşur, bu nədir belə, bu bizim süd verən qoyunumuz yoxdur, bu südü hardan sağmısınız, gətirmişsiniz? Deyir ki, bəs bu elə evdə qalan qoyundan bir kişi gəldi, o sağdı, deyir. Deyir ki, bu 100%, nişanələrini soruşur, xanım deyəndən sonra qayıdır, deyir ki, bu Qureyşin peyğəmbəridir. Bu 100% Qureyşin peyğəmbəridir və sonradan yazırlar ki, müsəlman olurlar onlardan. Bu bir hadisə idi Qudeyd məntəqəsində. Yolda peyğəmbərin dəvəsi ölür. Bir şəxs gəlir, Bəni Əsləm tayfasından bir şəxs gəlir, öz dəvəsini verir peyğəmbərə və nökərin də peyğəmbərimizlə göndərir ki, peyğəmbərin məqsədə çatdırandan sonra nökər dəvəni götürüb qaytarsın geri. Digər bir hadisə ki, yolda baş verir. Qeyd elədim ki, müşriklər demək olar ki, oturub ancaq müzakirə eləyirlərdi. Yoldan keçəndən soruşurlardı, Məkkəyə gələndən, Məkkədən gedəndən. Bunlar oturmuşdular Məkkə şəhərində, öz tayfalarının arasında. Bir şəxs gəldi, dedi ki, siz o axtardığınız adamı mən gördüm yolda, gedirdi. Bunu deyəndə Suraqət ibn Malik tez buna işarə elədi ki, yavaş səs-sür kəskinən. Bunlar bilməsin. Çünki çox adam bilsə, bu hədiyyə kimə çatacaq, bu müşk ki, püşk ki, atıb. Çox adam bilsə, təbii ki, hədiyyə, məsələn, 100 dənə dəvə, hamı tamam ki, hamı sona çatsın. Bu özü tez, məsələn, üstünü örtdü ki, o filan tayfadandır, biz axtardığımızlar deyil. Özü tez gəldi, silahını götürdü, atın mindi, tələsik vəziyyətdə getdi həmən səmtə ki, o şəxs demişdi. Gəldi, özün çatdırdı. Necə çatdırdı? Yəni, artıq yaxınlaşırdı Peyğəmbərin və onun yoldaşlarının kölgəsini gördü və onlara yaxınlaşırdı. Az qalmışdı ki, atın ayaqları batdı torpağa. Bu nə qədər elədi? Atın arxasından yıxıldı yerə. Nə qədər elədi? Atın çıxarda bilmədi. Bildi ki, burada bir hikmət var. Çağırdı. Peyğəmbərimiz orada bir dua elədi. Duası belə oldu ki, Allah, bu Suraqətin şərrini bizdən uzaq eləcinən. O zaman Suraqətin atının ayağı batdı torpağa və bildi ki, burada bir hikmət var, mənim əlim çatmaz bunlara. Özü də güclü bir pəhləvan idi və çağırdı. Peyğəmbər əhəmiyyət vermədi məsələyə. Əbu Bəkiri çağırdı ki, o yoldaşıva denə, mən istəmirəm dayı, mən fikrimdən döndüm, istəmirəm sizi tutam, sizdən xəbər çatdıram. Elə yoldaşıva denə ki, dua eləsin, mənim atımın ayağı çıxsın, mən qayıdım geri. Və heç kimə də deməyəcəm sizi görmüşəm. Çünki mən hiss elədim ki, burada bir Allahın nəzəri var. Bəli, bir möcüzəsi var ki, sizi qoruyur. Bundan sonra atın ayağı çıxır torpaqdan və qayıdır, gəlir müşriklərə xəbər verir. Müşriklərə xəbər verəndə Əbu Cəhəl başlayır bunu lağa qoymağa. Sən də olmaya iman gətirdin ona. Deyir ki, mənim gördüyümü siz də görsəydiniz, iman gətirərdiniz. Əlbəttə, iman gətirməmişdi. İnanardınız ki, yəni burada Allahın əli var, Allah qoruyur bu şəxsi. Bu adam qayıdır, gəlir, ondan sonra Peyğəmbərimiz yoluna davam edir, bir-bir o mənzilləri ötür ki, mən hamısına işarə eləmirəm, hansı mənzillərdən keçir və sonda gəlir Quba məntəqəsindən yetişir. Əlbəttə, Quba məntəqəsindən yetişməmişdən öncə bunu qeyd edim ki, bilirlər də Məkkədən gələn ilk öncə Quba məntəqəsindən çatır, ondan sonra Yəsribə gedir. Yəni, karvansara olub da, bəli. Bəli, yol ümumiyyətlə, yol üstündə idi bu məhəllə. Bu cəmahat, Quba məhəlləsinin cəmahatı hər gün səhərdən çıxırlardı bir dağın başına, bir təpənin üstünə
Peyğəmbərin yolunu gözləyirlərdi. Bu Quba məntəqəsində olanlar da demək olar onların, o əhalinin bir çoxu müsəlman olmuşdu və Peyğəmbərin yolunu səbirsizliklə gözləyirlərdi. Bunlar gün çıxmamışdan gəlirlərdi bir təpənin üzərinə və Peyğəmbərin yolunu gözləyirlər ta gün qızana qədər ki, artıq bir kölgəlik də tapılmırdı. Ondan sonra qayıdırlardı evlərinə. Çox gözəl əfəndim, qısa bir fasiləyə ayrılaq. Fasilədən sonra verilişimiz davam edir. Bəli, əziz televiziya tamaşaçıları, qısa bir fasilədən sonra verilişimiz davam edəcək, bizdən ayrılmayın. Bəli, əziz televiziya tamaşaçıları, verilişimiz davam edir. Rafael müəllim, fasilədən öncə Peyğəmbərin artıq Quba məntəqəsinə çatmağından dediniz və Quba əhalisinin Peyğəmbəri necə gözləməsindən, sübh çağı, belə deyək, məsələn, bugünkü dildə deyək, namazdan sonra çıxıb təpənin başına kimsə gözləyirdilər ki, kimsə Mədinə istiqamətindən gəlsin. Gün çıxana qədər, ta günün qızmarı o qədər gücləşirdi ki, kölcə itirdi. Biz Peyğəmbərin hələ Qobaya çatmamışından qabaq biraz Qoba barəsində söhbət eləsək maraqlı olan əziz televiziya tamaşaçıları üçün. Ümumiyyətlə, Qoba məntəqəsi nə qədər Mədinəyə yaxın idi? Qoba məntəqəsində cəmaatın işi, iştiğalı, əkinçiliyi idi, çobançılıqla idi, iqtisadi vəziyyətləri necə idi? Bu barədə biraz söhbət eləyək. Bəli. Baxın, Peyğəmbərimiz Quba məntəqəsindən gəlir çatır. Quba da, yəni təbii ki, bir məhəllə idi ki, orada... Yəni demək istəyirəm, kənd idi, şəhər idi. Necə idi? Məsələn, Kərvansara orada yerləşirdisə, şəhər tipli bir məntiqi idi. Bu barədə demək istəyirəm. Burada qəbilə yaşayırdı, tayfa yaşayırdı, amma elə çox tayfa deyil. Səhv etmirəmsə, yəni böyük bir tayfa deyil. Böyük bir tayfa və ya bir neçə tayfa yox. Bir-iki tayfa, məsələn, Beləncik əhalisi var idi. Yəni, o Yəsrib qədər deyil idi. Yəsribin bir məhəlləsi hesab olunurdu və Yəsribin yaxınlığındaydı. Artıq oradan Yəsribə, məsələn, 1-2 gün fasilə var idi. Bu qədər. Və təbii ki, buranın əhalisi də digər Mədinənin o məntəqələrində olan kimi, bunlar Mədinədə əkinçilik var idi. Əkinçilik daha çox inkişaf eləmişdi. Məkkənin əksinə olaraq Məkkədə əkinçilik yox idi. Mədinədə əkinçilik var idi və heyvandarlıq da həmçinin var idi və daha çox işləri bununla məşğul olmaq idi. Amma Məkkəlilərin işi ən çox ticarət idi. Ticarət idi, bəli. Bu məntəqəyə, Quba məntəqəsinə gəlməmişdən yolda da digər hadisələrdən hər kim Peyğəmbəri görürdü, qarşılayırdı, bəzən iman gətirilərdi. Yazırlar ki, Qəmim məntəqəsindən gəlib çatanda Bureydə ibn Huseyb Əsləmi öz tayfası ilə gəldi, 80 ailə ilə gəldi, Peyğəmbəri qarşıladı. Hamısı müsəlman oldu. 80 ailə. Baxın, hələ Peyğəmbərin o bərəkətindən, hələ Yəsribə gedib çıxmayıb, yolda məsələn 80 ailə artıq müsəlman olur. Peyğəmbəri saxlayırlar, Peyğəmbər axşam namazını onlarla qılır, ondan sonra hərəkət edir. Gəlir Quba məntəqəsinə çatanda, təbii ki, bu Qubanın əhalisi, onlar ki, müsəlman idilər, Peyğəmbərin yolunu gözləyirlər. Artıq onlar görə bilmirlərdi, yəni qayıdıb gəlmişlər evlərinə, bir Yəhudi gördü. Bu Yəhudi də görürdü ki, hər gün müsəlmanlar gedirlər təpənin üzərində, bir nəfəri gözləyirlər. Şövqlə gözləyirlər. Buna da maraqlı idi. O ki, gözləmirdi, amma buna maraqlıdır. Bunlar kimi gözləyirlər belə? Nəsə belə əziz qonaqları gələcək bunların. Gözü düşdü Peyğəmbərə. Bu gördü ilk öncə. Bu Yəhudi gəldi bu Quba məntəqəsində olanları çağırdı. Bəni Qeylə, ya Bəni Qeylə. Bəni Qeylə Xəzrəclə Mədinənin, Yəsribin əhalisi əsasən iki qəbilə idi də. Oğuz və Xəzrəc. Oğuzla Xəzrəc iki qardaş idilər əslində. Doğru. Yəni köklərində. Bunların atasının adı Harisə idi, anasının adı Qeylə idi. Bunlara, yəni Oğuzla Xəzrəyə birlikdə deyəndə Yəbnə Qeylə deyirlərdi. Qeylənin övladları, Bəni Qeylə deyirlərdi. Bu gəldi ki,
Bəni Qaylənin övladları, bəs gözlədiyiniz adam gəldi, bəxtəvər oldunuz. Gözlədiyiniz adam gəlir. Bunlar tez çıxdılar, Peyğəmbəri qarşıladılar və gətirdilər evə. Peyğəmbər Qubaya daxil olandan sonra Kulsum ibn Hidmin evinə gəldi. Yəni ilk getdiyi ev Kulsumun evi oldu. Bəli, Kulsum. Kulsum kişi adıdır. Bizdəki adətən Kulsum qadın adı olur. Gülsüm deyirlər bizdə. Kulsum deyirlər, bəli. Bu elə həmən Kulsumdandır. Kulsum amma əslində ərəbdə kişi adıdır və Ummu Kulsum qadın adı olur. Ummu Kulsum, yəni Kulsumun anası. Bəli. Bu Kulsumun evinə gəldi və başqa bir ev burada qalırdı, istirahətini edirdi. Başqa bir ev də vardı, Səəd ibn Xeysəmə. Onun evində də cəmaatı qarşılayırdı, qonaqları qarşılayırdı. Rəfal müəllim, Peyğəmbər özü ora getdi ya Peyğəmbəri apardılar ora? Bunu artıq yazmayıblar. Yəni yazırlar ki, Peyğəmbər orada məskunlaşdı. Amma Səəd ibn Xeysəmənin evində qonaqlar qəbul üçün Səəd ibn Xeysəmə tək idi, ailəsi yox idi. Və bu Ummu Kulsum ibn Hidmə də narahatçılıq olmasın deyə görüşünü ora salmışdı. Və sonradan Peyğəmbər orada olanda bu Kulsum dünyasını dəyişdi. Peyğəmbər köçdü, gəldi. Ümumiyyətlə Səəd ibn Xeysəmənin evində qaldı. Və 3-4 gün orada qalır Peyğəmbərimiz. Amma fərqli deyənlər də var. Yəni 23 gün, 14 gün, 5 gün, 4 gün, ən az deyən 3 gün deyirlər. Bazar ertəsi gəlir, çatır ora, cümə axşamı və cümə günü səhər oradan çıxır. İndi ən az 3 gündür, ən çox da 23 gündür. Normalda tarixçədə İbn İshaq məsələn 4 gün yazır ki, cümə axşamı oradan ayrıldı artıq. Yəni Yəsribə tərəf getdi. Yəsribə tərəf getdi. Qubadan ayrıldı, Yəsribə tərəf getdi. Və Peyğəmbərimiz Yəsribə tərəf gedəndə yolda müxtəlif tayfalar var idi də. Bu Yəsriblə Qubanın arasında. Əlbəttə məsafə ilə çox deyil idi. Məsələn, tayfalar, Bəni Əsləm tayfası var idi. Nə bilim, Bəni Udey İbn Nəccar tayfası var idi. Bu Bəni Udey Peyğəmbərin dayısının qəbiləsidir. Peyğəmbərin özünün yox, babasının dayısı. Babası Əbdülmüttəlibin anası Səlma bu qəbilədən idi. Bəni Udey. Bəni Said, Bəni Bəyazə, sonra Bəni Haris. Bu qəbilələrin içindən keçəndə hamısı gəlirdi Peyğəmbəri qarşılayırdı ki, xahiş minnət edirlərdi, bizim aramızda qal canım. Bizim aramızda. Sən olsa Yəsribə gəlmişsən də, burada elə Yəsrib hesab olun, Yəsribin ətrafıdır. Qal bizim aramızda. O gəlirdi ki, mənim nə bilim, bu qədər cavanlarım var, nə bilim, bu qədər pəhləvanlarım var, səni belə qoruyarıq, malımız, bizim qəbilənin malı, sərvəti. Hamısı gəlirdi, Peyğəmbəri qarşılayırdı, xahiş minnət edirdi ki, qal bizim aramızda. Peyğəmbərin bir sözü var idi, xəllu səbiləha fəinnaha məmurə. Dəvənin qabağını buraxın, bu məmurdur, vəzifəsi var, özü bilir harada dayanmaq lazımdır. Allah tərəfindən məmuriyyəti var, vəzifəsini bilir. Hansı qəbilə Peyğəmbərin qarşısına çıxırdı, saxlayırdı, Peyğəmbər bu dəvənin qabağını buraxın, özü bilir harada dayanacaq. Mənim əlimdə deyil. Allahın əmri. Allahın əlindədir. Bu dəvə harada dayansa, mən də orada dayanacam. Bəni Salim qəbiləsinin arasından keçəndə Peyğəmbəri saxladılar ki, bəs əlbəttə ilk Peyğəmbərin gördüyü qəbilə Qubadan sonra bu Bəni Salim idi. Bunlar Peyğəmbəri saxladılar, xahiş minnət edirlər. Peyğəmbər cümə namazını onlardan bir yerdə qıldı. 100 nəfər adam ilk cümə namazı orada qılındı və 100 nəfər adam idi. Artıq bir məscid də tikmişdilər. Bunu da qeyd edirəm ki, Peyğəmbər gəldi bu neçə gün ki, Quba məntəqəsində qaldı. İlk gördüyü iş məscid tikmək oldu. Rəfal müəllim, özü Peyğəmbər bu təklifi etdi ya başqası bu təklifi etdi? Peyğəmbərimiz, Peyğəmbər özü təklif etdi. Çünki mən tarixdə oxumuşam ki, Əmmar Yasir'in təklifi ilə tikilir bu Quba məscidi və bir versiyada var ki, yox, Əmmar Yasir'in rolu olub məscidin tikilməsində. Belə bir versiya İnşallah var idi. Əmmar Yasirin rolundan daha çox biz Mədinə məscidindən danışacağıq. Deməli,
Ola bilər də, məsələn, siz deyən də düz olsun, amma mənim yadımda qalan budur ki, Peyğəmbər özü təklif edir ki, məscid tikilsin və artıq bundan sonra məscid tikmək də o zamanda belə deyil idi ki, məsələn, neçə ay, neçə il vaxt aparsın. İnsan boyu qədər divar çəkirlərdi, üstündəki çox vaxt örtmürlərdi. Elə üstü açıq qalırdı, təbii ki, nə döşəməsi var idi, nə üstü var idi. Bu şəkildə, yəni mümkün tez başa gələn bir iş olurdu. Peyğəmbərimiz Bəni Salimin arasında namazı, cümə namazını qıldı, hərəkət elədi. Digər qəbilələr də qeyd elədim ki, Peyğəmbərin qabağını kəsirlərdi. Peyğəmbər heç birinin arasında qalmadı və sözü buydu, dəvənin qabağını buraxın, dəvə özü bilir, harada dayansa mən orada dayanacağam. Yəni məndən inciməyin. Dəvə gəldi Bəni Malik ibn Nəccarın tayfasının arasında dayandı. Gəldi orada bir dənə yerdə dayandı. Peyğəmbərimiz belə şeylərə çox diqqət eləyirdi. Məsələn, qeyd elədim, dəvəni gətirəndə dəvənin pulunu verdi, sonra mindi dəvəyə. Doğrudur. Burada da gəldi, dəvə dayandı, soruşdu ki, bura kimindir? Dedilər ki, bura 2 dənə yetim uşağındır. Səhldən Suheyl, əmrin uşaqlarıdır, ataları ölüb, yetim uşaqlardır və Muaz ibn Əfra gəldi ki, mənim himayəmdədirlər bu yetim uşaqlar. Narahat olma, mən onların razılığını alaram. Bundan sonra dəvə oturdu yerə. Dəvə yerə oturandan sonra indi hamısı yığılıblar Peyğəmbərin ətrafına. O deyir, ya Rəsulallah, mənim evimə gəl, bu deyir, mənim evimə gəl. Peyğəmbər də qalıb belə. Dəvə də qalıb yerində. Bir nəfər gəldi, tez Peyğəmbərin yükünü götürdü, qaçdı evinə. Bəzən yazırlar ki, bu Əbu Əyyub Ənsari idi. Bəzən yazırlar ki, Əbu Əyyub Ənsarinin anası idi. Hər halda ya Əbu Əyyub Ənsari özü idi, ya anası idi. Peyğəmbərə heç deməmiş, eləməmiş. Yəni, o birislər gəlib təklif elədi, ya Rəsulullah bizə gəl. Bu heç nə demədi. Yükü götürdü, getdi evinə. Bir nəfər də gəldi, Əsəd ibn Zurarə də gəldi, Peyğəmbərin dəvəsini durğuzdu, götürdü, apardı öz evinə. İndi Peyğəmbər qalıb belə. İndi o deyir ki, ya Rəsulullah, dəvəm bizdədir, gəl bizə. Peyğəmbərin yükün bizdədir. Peyğəmbər buyurdu ki, Əl-mər'u mərəhli. Kişinin yükü hardadsa, gərək özü də orada olsun. Artıq gəldi kimin evinə? Əbu Əyyub Ənsarinin evinə gəldi. Fəqir bir adam idi, 2 mərtəbə balaca evi var idi. Palçıqdan, torpaqdan. Peyğəmbər dedi ki, ya Rəsulullah, sən yuxarıda, biz aşağıda. Peyğəmbər dedi, yox, mənim qonaqlarım gəlir, məni görməyə gəlirlər, siz yuxarıda olun. Dedi, ya Rəsulullah, biz axı eləyə bilmərik, rahat olmarıq, biz yuxarıda olaq, sən aşağıda olasan. Peyğəmbər dedi ki, mənim üçün aşağı rahatdır. Bundan sonra Peyğəmbər qəbul elədi, onun evində qaldı və bu da anası ilə yuxarıda qalırlardı. Peyğəmbər yazırlar ki, 1 aydan ta 7 aya qədər, yəni ən az 1 ay, ən çox 7 ay bu şəxsin evində qaldı. Mən bu arada Peyğəmbər Qobada olduğu müddətdə İmam Əli əleyhissalam və Həzrəti Zəhrada Məkkədən gəldilər, qoşuldular da Peyğəmbərə. Bəli. Və bu müddətlər İmam Əli ilə Həzrəti Zəhra salamun əleyhə da Peyğəmbərin yanında olub. Bəli, biz onu demədi, yəni yaddan çıxdı. Peyğəmbərimiz İmam Əli əleyhissalam əslində gözləyirdi orada. Ümumiyyətlə 3 gün, 4 gün qalmışdı. Gözləməsinin səbəbi o idi. Orada dayanmağının səbəbi İmam Əlini gözləməkdir. Bir də ki, qızı xanım Fatimə Zəhra, deyirlər Fəvatim. Fəvatim yəni Fatimənin cəmi. Bir dənə Fatimə var idi. Fatimə binti Əsəd, İmam Əli əleyhissalamın öz anası Fatimə və Fatimə binti Muhammed, Peyğəmbərin qızı Fatimə, bir də Fatimə binti Zubeyr idi, səhv etmirəmsə, Zubeyrin qızı Fatimə idi. 3 dənə Fatimə vardı ki, İmam Əleyhisselam onları gətirirdi. Yolda bir sıra hadisələr də baş verdi. Yəni, yolda gələndə Qureyş 8 dənə atlı göndərdi ki, gedib onların qabağını kəsinlər. Yazırlar ki, İmam Əleyhisselam oradan çıxanda ki, əsas bu xanımları gətirmək idi. Bir neçə nəfər də İmam Əleyhisselama qoşuldu. Yol boyu. Yol boyu. Məkkədən ümumiyyətlə qoşuldular. Məkkənin özündən qoşuldular və gördülər ki, Əleyhisselam gedir, biz də ona qoşulaq gedək. Bu Qureyş neçə dənə atlı göndərdi ki, onların qabağını kəssin. Yazırlar ki, bu atlılar gəldi, 8 dənə atlı idi. Yəni,
döyüşkən şəxslər idi. Sadə Fəal olan insan deyildi, şəxslər, bəli. Bunlar gəldilər İmam Əleyhisselamın qabağına kəsdilər. İmam Əleyhisselam qılıncını çıxartdı. Bunların birini ortadan böldü. O birisilər qaçdılar. Qorxma. Bəli, qorxdular, qaçdılar və bundan sonra İmam Əleyhisselam gəldi, çıxdı Peyğəmbərin yanına, Quba məntəqəsində. Ondan sonra, gələndən sonra Peyğəmbərimiz hərəkət elədi Yəsribə doğru. Çox sağ olun, Rafael müəllim, Allah razı olsun. Çox maraqlı və sənədli söhbətlər edirsiniz, təhlillər edirsiniz. Allah sizdən razı olsun. Verilişimizin vaxtı sona çatdı. Gələn verilişlərdə yenə də görüşmək ümidi ilə Allah amanında. Çox sağ olun. Bəli, əziz televiziya tamaşaçıları, bununla da bizim verilişimiz sona çatdı. Gələn verilişdə görüşmək ümidi ilə Allah amanında.